Gönlüm unutma ettiği yaxşılıkları, odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən, odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan, odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib gənc, qumral, qartal kimi edən İsa Məsihin adı ilə amin, amin, amin əziz dostlar. Biz hər dəfə bu məzmurları oxuyanda nə düşünürük? Düşünürük ki, həqiqətən də bizim Rəbbi alqışlamaq üçün o qədər elə deyim ki, səbəblər var ki, çoxlu səbəblər var. Çoxlu səbəblər var. Rəbb bütün miskinləri üçündür, haqq və ədalət edir. Əziz dostlar, yəni kim sıxıntıdadır, Rəbbimizə üz tutur. Kimin xəstəsi var, Rəbbimizə üz tutur. İmanla, ümidlə və qəlbində böyük sevgi ilə, niyyəti gözəl olaraq Rəbbin önünə gələn heç kəs Rəbdən boş qayıtmır. Çünki kəlam söyləyir ki, məni çağır, gələcəm, sənə mümkün olmayanları göstərəcəm. Heç kəsin qulağı eşitməyən, heç kəsin ürəyinə gəlməyən, heç bir göz görməyən gözəllikləri, yaxşılıqları məni sevənlərə göstərəcəm, deyir Tanrı. Onun üçün də bir özümüzə sual verək. Biz Rəbbimizi nə qədər sevirik? Nə qədər sevməliyik, əziz dostlar? Kəlamda yenə də deyir ki, məni sevən mənim sözlərimə qulaq asar. Demək ki, Tanrı deyir ki, mənim sözlərimə qulaq asan insan üçün heç kəsi gözü görməyən, heç kəsin qulağı eşitməyən və heç kəsin ürəyinə gəlməyən möcüzələri yaradacam, yaratmağa qadir olan Tanrıdır. Şükür və izzətlər olsun onun o gözəl lütfüne, möcüzələrinə, onun yollarına, onun düşüncələrinə izzət olsun. Mən bu məzmuru oxuyarkən, 103-cü məzmuru oxuyarkən Rəbbə alqış et ey könlüm. O bütün günahlarımızı bağışlayır, xəstəliklərdən bizi xilas edir deyirik və bunun içində, yəni bu məzmuru oxuyarkən mən özəlləşdirirəm həmişə məzmurları, kəlamları da özəlləşdirirəm və deyirəm ki, odur məni şəfalandıran, odur məni pis əziyyətə düşəndə oradan çıxardan. Onun üçün də hər səhər dururuq, biz Rəbbin işığını, nurunu görürük. Çünki gözümüzü açıb işığı görürük. Əziz dostlar, bu Rəbbin bizim üzərimizdəki böyük lütfüdür. Lütf və qalib gəlməsək, gün boyu döyüşüb qalib gəlməsək biz səhər gözümüzü açıb Rəbbi hiss etməliyik. Onun üçün də biz qalib gələnlərdənik, əziz dostlar. Onun üçün də gəlin bir yerdə oxuyaq. Minnətdaram sənə, minnətdaram oğul, minnətdaram müqəddəs ruh. Aldığım nəfəsə görə, verdiğin yeni güne göre, məndə olduğuna göre, minnətdaram sənə. Belə yazılır məndə olan, dünyadan böyüktür, dünyadan güclüdür. Haleluya göylere, haleluya Rabbime, haleluya müqəddəs ruhuma. Belə yazılır məndə olan, dünyadan
dünyadan güçlüdür. Minnettarım atam, minnettarım